Buranı qutaranda yəqin hamı neft şirkətində işləyir. Ona görə də burada o rəqabəti saxlamaq üçün daim öz üstümüzdə işləmək lazımdır. Biz biznes oxuyuruqsa digər işlərdə işləyə bilmərik. Onun üçün də elə bu ixtisası seçdiyimi peşman olmamışam. Burada elə hər kəs öz məktəbindən yaxşı şagird deyil, ən böyük üstünlüyü də burada. Prezidentin sərəncamı çıxır və prezidentin sərəncamında sənin adın yazılır. Abituriyentlər nə qədər yuxusuz gecələr keçiriblərsə, bir o qədər də yaxşı günləri olacaq. Mən Əmid Həşimzadə Bakı Ali Neft Məktəbinin Biznes İdarə Edilməsi ixtisası üzrə 5-ci kursunu bitirmişəm. Bugün burada həm universitet, həm ixtisasım, həm də ki öz təcrübəm haqqında danışacağam. Bu universitet və ixtisas haqqında sizə ən çox verilən sual nə olub? Mənə ən çox verilən sual o idi ki, universitet haqqında ən çox verilən sual o idi ki, buranı qutaranda yəqin hamı neft şirkətində işləyir, amma təbii ki elə bir şey yoxdur. Neft şirkətində də işləyə bilərik, amma iş imkanları yalnız bununla məhdudlaşmır. Burada həm konsaltinq şirkətləri, neft şirkəti, neft fondu, Mərkəzi Bank, Azərbaycan digər kommersiya bankları və s. hər birində iş imkanları hədsiz çoxdur. Universitet özünün də əlaqələri çox genişdir. Ona görə elə biz bu şəbəkədən də istifadə edərək iş tapa bilərik. Burada oxumaq sizi hansı cəhətdən inkişaf etdirir? Burada oxumaq mənə ən çox öyrətdiyi şey disiplindir. Çünki burada həm istər gündəlik dərslər, həm də imtahan periodu və imtahan sistemi həddindən artıq sərtdir. Elə ona görə də həm imtahanlara disiplinli şəkildə hazırlaşmağa, planlı şəkildə hazırlaşmağa və vaxtımızı düzgün bölməyə bizə yardım edir bu universitet. Ən çox da bu iqtisadiyyat sahəsində, maliyyə və biznes sahəsində bizim professorlarımız daha çox sənayedən gəldiyi üçün biz həm də burada oxuya-oxuya təkcə nəzəriyyə, həm də praktiki bilikləri onlardan yavaş-yavaş almışam. Bu universiteti digər universitetlərdən fərqləndirən əsas cəhət nədir? Daha öncə də dediyim kimi, bir oradakı tələbələrin özləridir və professor müəllim heyəti də düşünürəm ki, digər universitetlər daha, necə deyim, tarixi universitetlər olduqları üçün oradakı müəllimlər orada uzun illərdir çalışan professorlardır. Amma burada həm professorlarımız da var, həm də ki, birbaşa sənayedən, şirkətlərdən gələn, şirkətlərdə C-level işlərdə, pozisiyalarda çalışan müəllimlərimiz belə var. Onun üçün düşünürəm ki, bizim üçün orada oxumaq daha avantajlı olur. Dərslərdə öyrəndiklərinizin praktik faydasını hiss edirsinizmi? Praktiki faydasını çox hiss edirəm. Çünki son illərdə onsuz iş dünyasında da dünyanın təcrübəsini aldıqları üçün bizim də bütün dərslərimiz dünya təcrübəsinə əsaslanır. Ona görə mən işə başlayanda da ilk gördüyüm, universitetdə keçdiyim bütün konseptləri, cədvəlləri, qaydaları iş dünyasında yavaş-yavaş tətbiq olunduğunu gördüm. Bu da məni sevindirdi. Çünki görürdüm ki, bu 4 ildə, 5 ildə oxuduqlarım boşa getməyib. Elə onların hamısını olmasa da bir hissəsini yavaş-yavaş tətbiq etməyə başlamışam. Ümumiyyətlə universitetdə hər semestr bizim ixtisasda məsələn 5 dərs olurdu, 5 fənn olurdu. İkinci semestrdə bu 5 fənnin 4-ü bildiyimiz universitet fənləri olur. Bir fənnimiz isə istehsalat təcrübəsidir. İstehsalat təcrübəsində hər kəsi universitet özü yerləşdirir. Əgər özünün tapdığın yer varsa ora gedə bilirsən, yox tapa bilməmisənsə universitet özü kömək edir bu barədə. Bura daxildə Azərbaycandakı banklar, neft şirkəti, neft fondu və digər böyük korporasiyalar. Təcrübə keçirik 1 ay orada və təcrübənin sonunda təcrübəyə görə aktivlik balı alırıq. Təcrübədə bizim mentorumuzun rəyini alırıq və onun əsasında da təqdimat edib yekun qiymətimizi alırıq. Bu da təbii ki, bizim GPA-mizə sonda təsir edir. Universitetdə verilən qərarlar tələbə rəyinə əsaslanırmı? Məncə BANım-ın ən yaxşı cəhətlərindən biri budur. Çünki biz istənilən şöbə ilə, istənilən şöbə müdiri ilə istədiyimiz zaman rektorun özünə belə birbaşa əlaqəyə keçib öz problemlərimizi deyə bilirik və 99% hallarda da əgər bu problem qaydalara zidd deyilsə bizim dediyimiz rəy, onda %100% nəzərə alınır. Hətta xatırlayıram ki, biz foundation ilində oxuyanda hələ universitetə təzə gəlmişdim. Kofe aparatı xarab idi və mən universitetin bizim bir qrupumuz var Facebookda və rektor və digər rəhbər heyət də ordadır. Mən o qrupa yazmışdım ki, bəs kofe aparatı çalışmır. Xahiş edirəm bunun düzəldilməsinə bağlı yardım eləyəsiniz. 2 gün sonra gedəndə universitetə gördüm ki, kofe aparatı artıq işləyir. Yəni ən xırda qərara qədər hamısı dinlənilir rəhbərlik tərəfindən. BANım-ın ümumiyyətlə 2 hissəsi var. Biri Bibiheybətdə kampusdur, biri də Ağşəhərdə korpusumuz var. Ağşəhər korpusunda hal-hazırda MBA dərsləri keçirilir, magistratura və foundation ili ordadır. Digər bütün ixtisaslar və 4 il keçir Bibiheybət kampusunda. Bibiheybət kampusunda yerləşir bizim bütün, demək olar ki, bütün infrastrukturumuz ordadır. Bizim əsas şöbələrimiz, bizim dərslərimiz, laboratoriyalarımız, idman infrastrukturu və hətta universitetin içində bizim özümüzün marketimiz və böyük yeməkxanamız və s. də var. Elə BANım-ı seçənlərə məncə təsir etməli olan səbəb faktorlardan biri də elə bu kampusun olmasıdır. Çünki şəhər kənarındadır, sakit bir yerdədir və içində demək olar tələbəyə lazım olan hər şey var. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdi?
düşünürəm ki, abituriyentlər nə qədər yuxusuz gecələr keçiriblərsə, bir o qədər də yaxşı günləri olacaq gələcəkdə. Çünki xatırlayıram mən abituriyent olanda çox oxuyurdum. Yəni eyni hazırlığa gündə 3 dəfə də eyni müəllimin yanına getdiyim olurdu. Həmin vaxtlar yuxusuz qalıb gecə məsələn bir dənə toplu testini 2 günə bitirdiyim də olurdu. Amma sonrasında görəndə ki, məsələn 17 yaşın var və yuxarı bal toplamısan, universitetə getdiyin ilk günün axşamında prezidentin sərəncamı çıxır və prezidentin sərəncamında sənin adın yazılıb. Yəni o hissin tay bərabəri yoxdur da. Ona görə düşünürəm ki, abituriyentlər əgər qarşılarına məqsəd qoysalar və çoxlu oxusalar, illaki onun nəticəsini görəcəklər. Kimsə desə ki, onlara ki, nə qədər də oxusanız faydası olmayacaq, hərənin bir limiti var. Düşünmürəm ki, kiminsə limiti var. Sadəcə o limitləri aşmaq lazımdır.